Hörmətli tamaşaçılar, hər birinizi salamlayıram. Bu gün mən sizə əsas taxıl bitkiləri, buğda, arpa, çovda və vərəmir haqqında məlumat verəcəm. Buğda bitkisinin becərilməsində bizim diqqət edəcəyimiz məqamlar əsasən əkin sahəsinin seçilməsindən və hazırlanmasından başlayaraq buğda bitkisini yığımına qədər davam edir. Burada əsasən əkin sahəsinin şumlanmasıdır ki, bizim əkin sahəsində torpaq iqlim şəraitinə uyğun olaraq əkin sahəsinin şumlanması 20-30 sm dərinliyində aparılmalıdır. Sahə şumlanmamışdan əvvəl bizim gələcəkdə bitkiyə gübrə verməyimiz üçün, gübrə normasını təyin etməyimiz üçün torpaq analizləri götürməyimiz vacibdir. Torpaq analizlərinin nəticələrinə uyğun olaraq bitkinin vegetasiya dövründə biz ora qida maddələri tətbiq edə bilirik. Əkin sahəsi şumlandıqdan sonra əkin sahəsinin hamarlanması vacib məsələlərdən biridir. Bunun əsas da səbəbi odur ki, əkin sahəsi hamarlandıqdan sonra biz burada həm su itkisinin qarşısını almış oluruq, həm vaxtımıza qənaət etmiş oluruq. Digər tərəfdən əkin sahəsində əkin aparılan zaman toxumların bərabər şəkildə basdırılmasına nail oluruq. Əkin vaxtı bizim diqqət edəcəyimiz digər məqam isə bizim seçdiyimiz, yəni bu əkinimiz buğda bitkisinin 1 hektara olan normasıdır ki, bu da eyni zamanda düzgün şəkildə seçilməlidir. Bunun digər səbəbi ondan ibarətdir ki, buğda bitkisinin əkin normasına riayət olunmadıqda sahədə olan xəstəliklərin yayılması və yaxud digər toxumların yaxşı inkişaf etməməsinə gətirib çıxardır. Bizə əsasən buğda bitkisinin payız aylarında becərilməsi daha geniş məsləhət görülür ki, bu da bitkinin korlanmasının daha yüksək olmasına əsas gətirib çıxardır. Belə ki, payızda əkilən taxıl bitkilərinin korlanmasında əsasən soyuq düşənə qədər daha çox korlanır. Artıq havalar soyuq olduqda bitki sükunət dövrünə keçir. Sükunət dövrünü keçirdikdən sonra isə artıq fevral ayında bitki yenidən korlanmağa başlayır. Daha möhkəm kök sisteminə malik olur. Bu da onun məhsuldarlığının artmasına gətirib çıxardır. Buğda bitkisində suvarmada diqqət edəcəyimiz məqamlar ondan ibarətdir ki, biz torpaq iqlim şəraitinə uyğun olaraq suvarmanı seçirik. Belə ki, daha çox yağıntı olan ərazilərdə suvarılma 1 və yaxud 2 dəfə, yağıntıların az düşdüyü ərazilərdə isə suvarma 3-4 dəfə aparıla bilir. Belə ki, yağıntılar çox olan zaman əkin sahəsində suvarmaya ehtiyac olmadığı halda sadəcə məhsul artıqdan suvarılması ilə yekunlaşdırıla bilir. Digər tərəfdən bizim diqqət edəcəyimiz məqam odur ki, suvarma, müasir suvarma sistemlərinə aparılması daha məqsədə uyğundur. Müasir suvarma sistemlərinə aparılan suvarmalar həm suyun qənaət olunmasına, həm də əkin sahəsinin daimi olaraq su ilə təmin olunmasına köməklik göstərir. Digər tərəfdən buğda bitkisində gübrələmələrin aparılması əsasən əkindən qabaq, əkin zamanı və əkindən sonra, yəni bitkinin vegetasiya dövründə aparılması məqsədə uyğun hesab olunur. Əkindən əvvəl, yəni şum altına əkinlə birlikdə verilən əsas gübrə fosforlu gübrələrdir ki, fosforlu gübrələrin bitki tərəfindən mənimsənilməsi daha uzun müddətə başa gəlir. Və vegetasiya dövründə isə fosforlu gübrələrin verilməsi o qədər məqsədə uyğun hesab olunmur. Daha çox azotlu, kaliumlu və digər tərkibi mikroelementlərlə zəngin olan gübrələrdən istifadə olunması məsləhət görülür. Gübrələrin istifadəsi nəticəsində buğda bitkisi daha yüksək məhsuldarlıq verir və xəstəliklərə və zərərvericilərə qarşı dözümlülüyü artır. Digər tərəfdən buğda bitkisində əsas yayılan xəstəliklərdən də biri pas xəstəliyidir ki, pas xəstəliyi buğda bitkisinin məhsuldarlığının 25-30%-ə qədər aşağı düşməsinə gətirib çıxardır. Pas xəstəliyinin qarşısını almaq üçün biz əkindən əvvəl toxumların dərmanlanmasına diqqət etməliyik ki, toxumlar dərmanlandığı zaman əsasən burada kök çürüməsinin və pas xəstəliyinin müəyyən qədər qarşısını almış oluruz. Digər tərəfdən biz toxum seçimi zamanı diqqət edəcəyimiz əsas məqam da odur ki, seçdiyimiz toxumlar sertifikatlı toxumlar olsun. Sertifikatlı toxumların olması bizim əkin sahəmizdən yüksək məhsuldarlığı əldə etməyimizə köməklik göstərə biləcək. Buğda bitkisində əkin sahəsində müxtəlif alaq bitkilər də ola bilir ki, biz bu alaq bitkilərinə qarşı mübarizəni aqrotexniki tədbirlər daxil olmaqla herbisidlərdən, yəni kimyəvi mübarizədən də istifadə etməklə mübarizələr apara bilirik. Belə ki, aqrotexniki tədbirlər əkindən əvvəl əkin sahəsinin müxtəlif becərmələrin aparılmasından başlayır. Amma artıq əkindən sonra bizim sahəmizdə müxtəlif alaq bitkiləri varsa, bu zaman kimyəvi mübarizədən istifadə edirik.
kimyəvi mübarizə zamanı müxtəlif herbisidlərdən istifadə olunur ki, bunlar da əkin sahəsinə, yəni 1 hektar üçün olan normasını düzgün seçməliyik, suyun miqdarını düzgün seçməliyik. Əsasən götürüb qarışdıracağımız su təmiz su olmalıdır. Çünki təmiz su olmadığı halda kimyəvi maddələrin qarışdırılması zamanı müxtəlif çöküntülər yaranır. Bu çöküntülər də həm bizim əkin sahəmizə, həm də bitkimizə mənfi təsir göstərə bilər. Əsasən kimyəvi mübarizə zamanı dərmanların çilənməsinin vaxtına diqqət etmək lazımdır ki, isti havalarda deyil, əsasən səhər saat 10 və axşam saat 5-dən sonra mübarizənin aparılması məqsədə uyğun hesab olunur. Digər tərəfdən biz herbisidləri seçdiyimiz zaman diqqət edəcəyimiz məqam odur ki, bu herbisidlər kontakt təsirlidir, yoxsa sistem təsirli maddələrdir. Sistem tərkibli olan herbisidlər əsasən bitkinin daxilinə keçməklə onun tərkibində gedən qida mübadiləsini pozmaqla bitkinin tamamilə məhv olmasına gətirib çıxardır. Kontakt təsirli maddələr isə bitkinin üstünə, yarpaqlarına tökülməklə onun yanmasına şərait yaradır. Digər tərəfdən artıq biz bütün bu işləri görüb qurtardıqdan sonra məhsuldarlığın son yekun vaxtına gəlir ki, burada da əsasən buğda biçini aparılmağa başlayır. Buğda biçini zamanı bizim ən diqqət edəcəyimiz məqamlar əsasən texnikanın sazlığı, onun düzgün yığım apara bilməsi və bizim sahəmizin tam yığıma hazır olmasından ibarətdir. Əkin sahəsinin tam yığına hazır olması üçün bizim yığacağımız buğdanın nəmliyi 14-15%-dən artıq olmalı deyil. Artıq 14-15%-dən nəmliyi çox olduqda buğdanın yığımında və yaxud onun saxlanmasında müxtəlif problemlər yaranır. Digər tərəfdən isə biçin aparıldıqdan sonra, yəni bizim əgər əkin sahəsində alaqlar yoxdursa, əkin sahəsi təmizdirsə, biçini rahatçılıqla apara bilirik. Daha sonra isə buğda biçini yekunlaşdıqdan sonra bizim məhsuldarlığımıza diqqət etməliyik. Əgər 1 hektar əkin sahəmizdən biz 55 sentner və daha yüksək məhsuldarlıq əldə etmişiksə, bu yüksək məhsuldarlıq deməkdir. Amma 50 sentner, 40 sentner və yaxud 30 sentner məhsul əldə etmişiksə, artıq aşağı məhsuldarlıq hesab olunur. Buna görə görülən bütün işləri, agrotexniki, bioloji və yaxud kimyəvi mübarizələri hər birinin vaxtında aparmaq lazımdır. Biçimdən sonra buğda bitkisinin ambarlarda saxlanmasına da xüsusi diqqət etmək lazımdır ki, ambarda olan nəmli 12-14%-dən artıq olmalı deyil. Havalanma və temperatura da diqqət etmək lazımdır ki, ambarda olan temperatur maksimum 16 dərəcəyə qədər ola bilər ki, burada olan müxtəlif xəstəliklər və zərərvericilər yayılmasın. Daha sonra isə biz buğda bitkisindən artıq istifadə edə bilərik və yaxud onun satışını həyata keçirə bilərik. Diqqətiniz üçün təşəkkür edirəm.